Məsələ 3. X-in üstü 3x minus 15 bərabər 9-un üstü 99 bərabərliyindən x-i tapın. Həlli. Deməli, məchul olan bərabərlikdir. Tənli kimi baxırıq və tənliyin özünü yazıram. X-in üstü 2x minus 15 bərabərdir 9-un üstü 99. Və görürəm ki, 3 ortaq vuruq qüvvətdə burada çıxartma hər iki tərəfi yaza bilərəm bu şəkildə. X-in üstü 3, x minus 5 və 9-un üstü 3 vuraq 33 yazıram. 3'lər var ayrıca vuruq şəklində. Tənliyin hər iki tərəfini 1/3-cü dərəcədən qüvvətə yüksəldirəm. Və bilirsiniz ki, A üstü M üstü N bərabərdir A-nın üstü MN. Onda buradan çıxır ki, X-in üstündə 3, x minus 5, 3-cü dərəcədən, 1-ci dərəcədən qüvvətə yüksəldəndə 1'ə vurulur. Bərabərdir 9-un üstü 3, vuraq 33, 1-ci dərəcədən qüvvət. Və buradan alırıq ki, 3 ilə 3 ixtisar oldu sol tərəfdə. X-in üstü x minus 5 bərabərdir. Burada da 3 ilə 1, 9-un üstü 33. Və tənliyi həll etmək üçün bundan sonraki mərhələdə mən 9'u yazıram 3'ün kvadratı. X-in üstü x minus 5 olduğu kimi qaldı. 9'un yerinə 3'ün kvadratı. Burada 33 var. Və alırıq bu şəkildə x-in üstü x minus 5 bərabərdir 3'ün üstü 66. Yəni burada tənliyi həll etmək üçün belə bir üsuldan istifadə edək. X-in üstü x minus 5 qalır olduğu kimi sağ tərəf yazıram 3'ün kubu üstü vuraq 22. Deməli qüvvəti 3 vuraq 22 kimi yazdım. Onda buradan alıram. Sol tərəf olduğu kimi qalır. X-in üstü x minus 5. 3'ün kubu bu ifadəni 27 yazıram. Onda olacaq 27'nin üstü 22. Və buradan simmetriklik yaradaq. X-in üstü x minus 5 bərabərdir 27'nin üstü 22'nin yerinə 27 çıxaq 5 yazıram. Və bax gördüyünüz kimi x 27, x çıxaq 5, 27 çıxaq 5. Simmetrikliyə görə görünür ki, x bərabərdir 27'yə.